sizinle. Şok qalmadan maraqlı qonaqlar, hər sözümüz tam səmimi olar. Dünya dever deyəcək öz sözü, qoşul bizə və şahid ol özün. Hər ekskluziv burada səslər tam səmimidir bizim söhbətlər. Tam səmimi, tam səmimi söhbət edir, tam səmimi.
teşekkürler Sabir müəllim. Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Mən musiqiçilərimizin hər biri ilə bir görüşüm, salamlaşım. Hər vaxtınız xeyir olsun. Mən musiqiçiləri çox istəyirəm. Yəni, həqiqi mənada, sözün əsl mənasında harada musiqiçi görürəmsə, ürəyim dağa dönür. Və hər vaxtınız xeyir olsun, əziz qonaqlarımız. İndi təqdimat edəcəm. Xoş gördük, hörmətli tamaşaçılarımız. Yenə gəldik Dünya Televiziyasına. Bilirsiniz ki, proqramımız birbaşa yayımdadır və bu günləri də çox gözəl bir qonaqlarla sizi görüşdürdüm. Düşünürəm, bugün də zövq alacaqsınız proqramımızdan. Amma mən istəyirəm elə bax, bu məqamda bütün yaradıcı heyətimizə uğurlar arzuluyum. Təşəkkürlərimi edim, dərhal qonaqlarımızın təqdimatına keçim. Əvvəla təşəkkür edirəm proqramımızın yayımını təşkil edən sponsorlarımız Rekord Günə Baxan Tumlarına, Azərbaycanımızın barlı, bərəkətli tərtərində yetişdirilir bu Günə Baxan Tumları. O cümlədən Günə Bax, belə deyim, rekord kökələri. Tumlardan alın, çırtlayın və o gözəl məktəbli kökələrdən uşaqlarınızın çantasına qoyun, məktəbdə ac qalmasınlar. Digər sponsorumuz, şübhəsiz bilirsiniz, Silik Plaster maye divar örtükləridir. Evinizin divarları Silik Plaster maye divar örtüklərindən olsun. Hörmətli xanımlarımız, sizi bəzəyən, sizi gözəlləşdirən Lady Sharma doğrudan bir mənalı olaraq təşəkkürümü bildirirəm. Bilirsiniz, Lady Sharm Bakı şəhərində müxtəlif ünvanlarda mağazalarını sizlərə təqdim edir. Sumqayıt şəhərində də yeni bir mağazasını açıb hörmətli xanımlarımız sizə təqdim edib. Və təşəkkür edirəm geyimimə görə Zozana 050-055-302-17-17 əlaqə telefonlarında Hüseyin bəyə sonsuz təşəkkürlərimi bildirirəm və təşəkkür edirəm saç düzümümə görə Karizmaya. Orada bizim bir karizmatik qardaşımız var. Miri, xüsusi təşəkkürlər Miri Ustaya. Çox hörmətli qonaqlarım var burada. Mənim həmkarım, hörmətli jurnalistimiz, Azərbaycan mediasında, Azərbaycan, belə deyim də, o yazarları arasında, meçən jurnalistika peşəsində Alim Nəbuoğlu'nun özünün imzası var. Onun imzası, bunu yəni hər kəs bilir ki, Azərbaycanımızda seçilir. Xüsusilə sənət insanlarının üzərində çox böyük əməyi və dəstəyi var alimin. Mən Alim Nəbuoğlu haqqında çox geniş danışa bilərəm, amma bugün bunu söyləyirəm ki, bəli, Alim Nəbuoğlu ictimaiyyətimizdə nüfuzlu jurnalistlərimizdən biridir. Və nəğməli qonağımız, mən vaxt keçid almaq istəyirəm bu qonağımızla bağlı. İndi deyəcəm, belə deyəcək Samir, bəlkə də eyni yaşadıq, amma mən uşaqlıq illərimdən, yəni bizim bir ana televiziyamız, Azərbaycan Dövlət Televiziyası, hər bir televiziya üçün bir örnəkdir, bir məktəbdir, bu danılmaz bir həqiqətdir. Yəni o Azərbaycan Dövlət Televiziyasından biz o xanımı gördük, o xanımı sevdik, amma nədəndirsə sonralar elə gözümüz axtardı, ataların bir misalı var, deyir, gözdən uzaq olan könüldən də iraq olar. Yəni, elə məhz bu, bugünkü qonağımıza aiddir. Səsi qulaqlarımızda qaldı, siması göz yaddaşımızda qaldı. Reyhan xanım Rəcəbova. Bugün Reyhan xanım oğlu Mustafa ilə buradadır. Məhəmmədlə buradadır. Məhəmməd Mustafalı. Məhəmməd də bilirsiniz də, tanıdım səni layihəsindən. Mənim həmkarım Zar qardaşımın proqramından Azərbaycanımıza təqdim olundu və bugün anasının yanındadır, bir əskər kimi. Sabir müəllimi mən ansamblımızı təqdim edim. Deməli, ansamblın bədii rəhbəri, bu da Azərbaycan musiqiçilər arasında Sabir müəllimi, Sabir Mustafayevi tanımayan, bilməyən yoxdur. Onu hər kəs tanıyır, bilir və adı gələndə hər kəs hörmətlə yanaşır bu ada. Çünki neçə-neçə musiqiçilərimiz var ki, onlara mənlə bir dəstək olub, mənlə bir təkan olub. Bəli, danışacağım bu barədə, söhbətlərimiz uzundur. Deməli, ansamblın bədii rəhbəri, həm də Reyhan xanımın həyat yoldaşı, ömür gün yoldaşı Sabir Mustafayev. Baxaq, gitarada Məhəmmədi təqdim elədim. Udarnikdə heç, Nizami bizim köhnə dostlarımızdandır. Udarnikdə Nizamidir, Nağarada yaraşıqlı qardaşımız Fəhmindir. Sonra Sintezdə Təbrizdir. Ondan sonra gəldik qarmon ifaçısı İlhamda. Tanış elədim musiqiçilərimizdən sizi. İndi siz danışın, görək necəsiz, nə var, nə yox, nə tərsiz? Təşəkkür edirəm dəvətinə görə. Bugün həqiqətən artıq
ikinci gün bizə Reyhan xanımın bu sabah verilişində yaradıcılıq gecəsi keçirildi. Çox gözəl keçirildi. Bunun üçün rəhbərliyə sonsuz təşəkkürümü bildirirəm. Mən illər öncə Reyhan xanımın axtarışına gedəndə Sabir müəllimə mən bir dənə arzumu bildirmişdim ki, mən istərdim ki, Reyhan xanım sənətdə olsun, efirlərdə olsun və yeganə arzum odur ki, bir dəfə Reyhan xanımın efirdə yaradıcılıq gecəsini görüm. Və həqiqətən də Dünya TV-nin bu sabah verilişi həmin arzunu reallaşdırdı. Başda rəhbərliyə təşəkkürümü bildirəm, Sabir müəllimə təşəkkürümü bildirəm. Sabir Mustafayev çox müğənnilərin, çox musiqiçilərin yetişməsində böyük xidmətləri olan, böyük hərflərlə yazılmış böyük sənətkardır. Böyük bəstəkardır. Zeynəbin mahnısını bugün oxuyanların əksəriyyəti deyir ki, Zeynəbin mahnısı mənimdir. Xeyr, Zeynəbin mahnısını yazan, bax bu gözəl Unut məni mahnılarını yazan Sabir müəllim. Vidadi Bərdəli oxuyur. Bəli, Vidadi Bərdəlinin də müəllimi Rafiq müəllim olub. Böyük nəsil yetişdirmiş bir sənətkardır. İllərini qurban verib. Həqiqətən təkcə Bərdənin yox, Azərbaycanın fəxridir. Və təbii ki, Reyhan xanımın tanınmasında, Reyhan xanımın sənətkar olaraq tamaşaçı auditoriyasına təqdim edilməsində Sabir müəllimin böyük xidməti var. Çünki Cabbar Qaryağda oğlu adına muğam müsabiqəsində Reyhan xanım qalib olanda ona dəstəyi məhz Qarabağ Ansamblının rəhbəri Sabir müəllim oldu. O vaxtlar ailəli deyildilər. Xeyr, bu ailənin qurulma tarixçəsi, mən qısaca deyim, Samir. Deməli, Sabir müəllim birinci Reyhan xanımın səsinə vurulub, onun sənətinə vurulub, sonra ailə həyatı qurublar və gözəl bir dənə tərbiyəli övladı dünyaya gəlir. Bəli. Və bugün qeyd edim ki, Məhəmməd tam Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin diqqətində olan bir qardaşdır. Ədalət Vəliyevə və Əbülfəz Qarayevə sonsuz təşəkkürümü bildirirəm. Və bu yaxınlarda da Reyhan xanım Əbülfəz Qarayevin sərəncamından fəxri mədəniyyət işçisi adına layiq görüldü. Reyhan xanımı da təbrik edirik. Biz də təbrik edirik. Reyhan xanım, necəsiniz? Nə var, nə yox? Təşəkkür edirəm. Mən də fürsətdən istifadə edib Dünya TV-nin rəhbərliyinə, Ramiz müəllimə, sizlərə çox böyük təşəkkürümü bildirirəm. Çox sağ olun ki, məni dəvət edirsiniz, ya da salarsınız. Allah sizdən razı olsun. Və bundan sonra mən əvvəl alimə təşəkkür edirəm. Çox sağ olun, mən də alim müəllimə çox Çünki böyük təşəkkür edirəm. Təşəbbüskar vasitəçi mütləq mənada insanın həyatında böyük rol oynayır. Bir vasitəçi oldu və dünya... Təmənnasız bir insandır. Bəli. Çox sənətə qiymət verən, çox nəfər etiraf edeyim, çox təmənnasız bir insan. Mən Samirə borçluyum, nəyə görə? Çünki Samirin verilişində mən müraciət elədim ki, Reyhan xanımı dəvət elə, yadındadır ötən həftə. Mən də səsləndim. Və həmin anda Samir səsləndi və qərar qəbul elədi. Sağ olsun rəhbərliyimiz. Efirdən özünüz eşitdiniz, yoxsa yox? Yox, mənə dedilər ki, sizin adınızı... Amma Sabir müəllim Azərbaycan hər yerinə zəng eləmişlər ki, sizin ailədən söhbət gedir. Tamam, hələ bu günləri biz telefon nömrəsini xatırladacağıq verilişimizin formatına uyğun olaraq. Mustafa. Mustafa yox, Məhəmməd. Məhəmməd, niyə Mustafa qalıb, soyadı qalıb yadımda? Məhəmməd, necəsən? Sağ olun, mən də bütün tamaşaçılarımızı salamlayıram. Sağ olun, Samir müəllim. Dəvətinizə görə təşəkkür edirik. Çox sağ olun. Allah razı olsun. Çox sağ ol. Mən Sabir müəllimin yanına ayrılacağım, amma yadımdan çıxıb. Qonaqlarımı gördüm, Anar Nur yadımdan çıxıb. Bugün Anar bizim mətbəximizdədir, həftə boyu bizlə bərabərdir. Anar, bugün nə var mətbəxdə? Hər vaxtın xeyri olsun bu arada. Salamlayıram hər kəsi, qonaqlarımızı və bizi izləyən tamaşaçıları, Samir səni. Təşəkkür edirəm. Bugün mətbəxdə biraz istədim dəyişiklik eləyim. Dəyişiklik. Göbələkli səbzi. Göbələkli səbzi. Yəni eləmişsən bunu? Eləmişəm. Eləmişsən. O qədər gözəl əl qabiliyyəti var Anarın, sözün əsl mənasında. Uşaqlarımızın ağzı bir həftədə dada gəlib. Müşfiq deyir da evdə yemək yemirəm. Anarın bu dadlı yeməklərini görəndən sonra evdə yemək yeməyə ixtam vermişəm ki, mən ancaq Anarın pişirdiklərini yiyəcəm. Anar, ərzaqlarımız nədir? Göbələkdir, can ətidir. Can əti. Yəni, belə deyək, sinə əti. Toyuğun sinə əti. Ha, gördüm, ağarıb deyəcəm, o can əti niyə olur, ağarıb elə? Belə deyək, şomudur. Toyuğun sinə əti, o nədir? Şomu. Şomu. Yağdır, soğandır, bir də ki, acı bibər. Şoma hansıdır o acı dadan göyərti var, odur, yoxsa başqadır? Yox, bu, belə deyək də, şey gedir, doğaya vururlar. Aha, doğu üçün olan gedir. Deməli, şomu var orada, toyuğun döşəti var, göbələyimiz, soğanımız, bibərimiz, kərə yağımız. Anar sənə uğurlar, həqiqətən çox gözəl əl qabiliyyətin var. Dünən o bizim üçün yağlı piraşkilər eləmişdin Dufovkada. Uşaqlarımızın hamısının xoşu gəlib və ona görə də sənə doğrudan minnətdarlıq eləyən çox tamaşaçılarımız oldu, yazdılar bizə. Uğurlar, sənə yaxınlaşacağım. Sabir müəllim, necəsiz? Nə var, nə yox? Buyurun, mikrofonumuz. Çox sağ olun, əzizim, canım.
Sizi Yaxşısınız? bütün Azərbaycan sevdiyi kimi biz də sizi sevirik. Allah sizdən Sizin o razı olsun. simanız, o üzünüzdə olan nur, Allah onu heç vaxt sizdən əskiy eləməsin. Biz Allah- də sizi sevirik. Çox sağ olun. Çox sevirik. Çox var olun. Allah razı olsun. Baxırsınız verilişlərimizə, Sabir Həmişə müəllim? baxıram. Aha. Bəs demirdinizmi? Ay bir Samirlə bir əlaqə saxlayım. Deyim bəs ay Samir, burada bir Qarabağda, bizim Bərdə torpağımızda bir Sabir müəllim adlı mən eşitmişdim sizin ümumiyyətlə qiyabı da olsa sizi tanıyırdım. Bəs burada belə sənətkar var. Niyə dəvət eləmisən? O cür səsi ilə, sədası Sabir ilə. müəllimin evində çörək yeyən yüzlərlə müğənni, kim Bərdəyə yola düşürsə, televiziya aparıcıları, müğənnilər oxuyanlar, niyə onların biri bir dəfə demir, Sabir müəllim var, Reyhan xanım var, ki, burada araşdıraq. Tamam, o barədə danışacağım. Demirdinmi ki, bir Samir balamla bir əlaqə saxlayayım deyim, ay Samir. Canım, Biz ha vaxt gələcəyik buralara, bizi niyə yad eləmirsən? ürəyimdən keçirdi. Aha. Açığını deyirəm. Ürəyimdən keçirdi, amma utanırdım demək. Çünki sənəti olan insanlar bax bu cürdür. Mən həmişə efirimizdən də müraciət edirəm. Bizim elə sənətkarlarımız var ki, Azərbaycanımızın bölgələrindədirlər. Biraz gözdən, könüldən uzaqdılar. Bizim də başımız o qədər qarışıq olur ki, həqiqətən bir də görürsən ki, biz də bir yaddan çıxardırıq. Əslində bizim də hardasa günahımızdır. Amma siz bizdən əlaqə saxlayın. Məni tapmaq çox asandır. Bir əlaqə saxlayın. Bir addım siz atın. 4 addım da biz atın. Mən şəxsən öz adıma deyirəm ki, siz bir addım atın, mən sizə qarşı 4 addım atacağım. Samir bəy, burada ağlıma gələn bir fikri deyim də. Buyur. Biz bilirik ki, hörmətli Respublikamızın birinci xanımı Mehriban Əliyeva musiqiyə hansı qiyməti qoyur. Bəli. Bunu bilirik. Və sizin bu veriliş, həqiqəti ortaya çəkmək. Yəni siz də bilirsiniz ki, Reyhan yaxşı müğənnidir, Sabir müəllim yaxşı Musiqiçidir. Bunları önə çəkmək birbaşa elə Mehriban xanımın o təşəbbüsünə qoşulmaq demək Biz o ki, təşəbbüsün davamçılarıyıq. Mən alimə təşəkkür edirəm bir jurnalist olaraq. ona görə də mənim o Azərbaycanda yaşayan gözəl səsli ifaçılara hər birimiz dəstəyik. Xüsusilə Dünya TV-nin bu sahədə, bu işdə böyük xidmətləri var. Yəni danılmaz bir həqiqətdir bu. burada da o bayaq birinci kəlmədə dedim ki, yəni mən həya eləyirəm, utanıram deməyə. Bu işin vasitəçisi alim müəllim oldu. Bərdəyə gəldi, Yəni rayona tərpədən lazımdır. tərpədən lazımdır. Bəli, düz Bilirsiniz eləyir. nədir? O çağıran olsa gəlirik. Bəli. Amma Bundan sonra özümüz- day bundan sonra tez-tez çağıracağıq. Qurban olaram. Narahat olmayın. İnşallah, inşallah. Xoş gəlmisiniz, səfa gətirmisiniz. Hörmətli tamaşaçılarımız, SMS nömrələrimizi bilirsiniz. Azərbaycanımızın bütün bölgələrindən bax bu aşağıda gördüyünüz nömrələrlə səsinizi, sözünüzü mənə çatdıra bilərsiniz. Artıq zənglərimiz də var, əməkdaşlarımız mənə söyləyirlər. Deməli 018 648 08 47 əlaqə telefonumuzdur. Sonra SMS nömrəmiz var 88 72. Bu ölkə daxili bütün bölgələrimizdən, bütün regionlarımızdan bizə yaza bilərsiniz bu nömrəyə. Ancaq Azərsel nömrələrindən söhbət gedir. Amma ölkəmizin sərhədlərindən kənarda yaşayan Azərbaycanlılarımız bizim xüsusi burada bir nömrəmiz var ki, o nömrə ilə yazsınlar 070-dən 269 31 39. Mən istəyirəm bu məqamda Reyhan xanımı dinləyək. Ondan sonra telefon nömrəsində xatırladacağım sizə Reyhan xanımın arayıb axtaranlar düşünürəm ki, çox olacaq və bütün həmkarlarıma səslənirəm. Bu cür sənətkarlara qarşı biganəlik göstərməyin. Çox diqqətli olun. Buyurun.
Teşekkürler, 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 teşekkürler. Bəli. Reyhan xanım, sizi Azərbaycan Dövlət Televiziyası ilə tanıdıq. Bayaqları vurğuladım, Sabir müəllim biraz belə məlumat verdi, amma qısa məlumat verdi. Deməli, anam yadıma düşdü. Bəli. O mahnı ilə tanıdıq. Anam mövzusu elə bir mövzudur ki, hər kəsin həssas bir yeridir. Bəli. Gözəl oxumuşdunuz. Ramiz Mustafayev bəstəkar. Mövzu da gözəl idi, Bəli. gözəl də oxumuşdunuz bunu. O dövrlərdə tez tanındınız. Çünki müğənnilərimiz də az idi. Bugünkü kimi müğənnilər değildi. çoxluq deyildi. İndi tanınmaq bir balaca çətinləşibdi. Gərək müntəzəm olaraq, belə aşırı dərəcədə efirlərdə olasan ki, yadda qalasan. Məsələn, sizin yerinizdə başqa bir insan olsaydı, belə deyim də, şəlli şülfəsini toplayıb yerləşərdi paytaxtda. Bəli. Çünki musiqiçilərin diliyən desək, tutuzmuşdunuz. Bəli. Niyə eləmədiniz belə? Ailəni mi üstün tutdunuz? Yəni, həyatınızı bağladınız Bərdə ilə? Yox, Samir müəllim, birincisi sənət də lazımdır, ailə də lazımdır. Məndə birinci öndə ailə durur. Ona görə də mən ailəyə üstünlük verdim. Biz yenə də dayanmamışıq, işlərimizi görürük, bütün mahnılarımızı, hər bir şey, muğamlarımızı, bəstəkar mahnıları, hər bir şey biz hazırlaşırıq. Bekar yanı dayanmamışıq. Öz rayonumuzda, bundan irəli rayonda bizi çox sevirlər, bizi buraxmırlar Bakıya, paytaxta gəlmək. Reyhan dünyanı gəzib Sabir müəllimlə. Orada da oxuyanlar. Xarici səfərləri olub. Tək Bərdədə fəaliyyət göstərməyib o. Xarici səfərlər Xarici səfərləri O olub, haçan dünyanı subay gəzib. vaxtlarınızda, yoxsa ailə qurandan sonra? Almaniyada olmuşam, İsraildə olmuşam. Ailə qurmamışdan öncə? Bəli, Sabir müəllimlə bir yerdə. Amma Sabir müəllimlə Bəli, bir yerdə. bəli. Ailə qurmamışdan öncə. Bəli, bəli. Demək, Sabir müəllim də baxıb da, Sabir müəllim də baxıb ki, bunun Sabir oturuşu müəllim, nədir, Sami, sadəcə oturuşu olaraq nədir? Reyhan xanımı qoruyub bu sənətdə. Bəli. Nə gözəl. Ona çox təşəkkür Onun qoruyucu mələyi olub. Bəlkə Sabir müəllim olmasaydı, bugün Reyhan xanım belə 9 milyon xalqın qarşısında əxlaqı, namusu, isməti ilə dik məclisə girib dik çıxa bilməzdi. O sənətin çirkablarından mənim dəyərli qardaşım qorudu və bugün Reyhanı Reyhan Rəcəbova eləyən istər bir şəxsiyyət, istər bir əxlaqlı qadın, istər əxlaqlı bir ana, cəmiyyətimizə layiq vətəndaş və təbii ki, sənətkar eləyən, bax, bu böyük qardaşımızdır. Sabir müəllimdir. Reyhan, biz deməli, siz yaşayırsınız indi hal-hazırda Bərdədə. Bərdədə yaşayırsınız. Heç belə fikrinizdən keçməyib ki, köçəsiz, gələsiz, Sabir müəllim, olmayıb sizə. Şimdi mikrofonu verim, zəhmət olmasa mikrofonu ver. Allah qoysa fikrim var. Hələ Sabir də elə müəllimdə əlavələr var, görəm. Gec deyil. Dolur, amma mikrofon yoxdur üstündə, ona görə. Məhəmməd Milli Konservatoriya işlərini, sənətlərini verir. Verir. İnşallah qəbul olarsa. Ola Bəlkə bilsin Məhəmməd ki- bizə yol açdı. Aha, İnşallah. fikir var belə Sabri müəllim. Məncə gəlin. Bərdə də gözəl torpağımızdır, Yo, gözəl bəli, elimizdir, bəli, obamızdır. Amma gəlmək fikriniz var təməlli bura yerləşmək. Çünki Reyhan xanımın bütün işləri yəni buralarla bağlıdır. Özümüzə xoşbaxtsalar gələrik. Bizimizə xoşbəxtlər. Sabir mənim çox körə insandır. Aha. Bizdə bu sabahda Habil Əliyevin Reyhan xanım haqqında fikirləri söylənəndə göz yaşlarını saxlaya bilmədi. Bəlkə də hardasa heyfsləndi ki, niyə mən geniş imkanlara bir qədər qarşısını kəsdim? Ancaq böyük sənətkarın fikrindən sonra gözləri doldu. Elə bu fasiləyə görə mən Sabir müəllimə minnətdaram ki, bugün Reyhan xanımın belə əxlaqı Bəli. yerindədir. Heç dəyişilməmişsiniz Reyhan xanım. Heç dəyişilməmişsiniz. Amma mənim qulağımda Reyhan xanım qaldı, anam yadıma düşdü. Qoy gülüm gəlsin Gəlsin aynənə. aynənə. Biz Qadınlar çox arasında araşdırdıq, çox araşdırdıq. var. Radioda bilirəm, səslənir. Mən dəfələrlə eşitmişəm. Qızıl fondda. Azərbaycan Buradan Dövlət onlara elə də öz Radiosundan. təşəkkürümü bildirirəm. Hər həftə verirlər. Oradan eşidirəm. Amma biz səni çox araşdırdıq ki, sən lent yazılarını, biz o köhnə lent yazılarını əldə eləyək. Bilmirəm, onlar silinib mi, qalıbmı? Sadəcə mən deyim də açıq. Mən deyim. Deməli, Azərbaycan televiziyasında Reyhan xanım gələndə bugün çox muğam ifaçılar çıxdı. Var, o dövrdə. Onların içərisində ən güclüsü Reyhan xanım olub. O dövr üçün. O dövr üçün. Və ona görə də Reyhan xanımın oxuduğu Rast, Humayun, Şur, bütün muğamlar silindi. Dəstgah kimi çəkilmişdi zaman. Bəli, onlar hamısı silindi. Nə qaldı? Anam yadıma düşdü. Qoy gülüm gəlsin aynənə, Sarı Köynək və Qarabağ şikəstəsi. Qadınlar arasında Qarabağ şikəstəsinə möhür vuran, onu xalqa olduğu kimi çatdıran Reyhan Rəcəbovadır.
Teşekkürler. Mən Reyhan açıq xanım. deyirəm, çünki Dünya Televiziyası obyektiv kanaldır və obyektiv fikirlərimiz də obyektiv olaraq tamaşaçıya çatdırırıq. Bəli. Baxaq, SMS-lərimizin də reklamlara ayrılacaq 2 dəqiqədən sonra. Amma tamaşaçılarımız da sizin, belə deyək də, sizin telefon nömrənizi Sabir müəllimin telefon nömrəsi. Bəli, yəni sizin deyəndə Sabir müəllim də ailədilər də. Bizim verilişimizin formatında budur. Yoxumdur. Qəti. Telefon işlətmirsiniz. Sabir müəllim Sabir bir de oğlunda müəllimdə var Məhəmməddə telefon. var, mənə ehtiyac yoxdur. Telefon işlətmir, indi balaca uşaq da telefon işlədir, görürsünüz. Sonra da indi elə adam var ki, o telefon işlətməsin. Ehtiyac yoxdur, Reyhan xanım, bunu Sabir müəllim qısqanc adam olub. Bəli. Belə deyil, üzündən görsəm bir amma. 050 Xahiş elə mənim dostumu, qardaşımı təhləməyin. 050 ilə yazırsınız. Bu bilirsiniz də, əziz tamaşaçılar, proqramımızın formatı budur. Biz telefon nömrəsini söyləməliyik. 050 ilə 316 51 08. Yəni Sabir müəllimin əlaqə telefonudur. Reyhan xanımı axtaranlar, arayanlar. Təbii ki, bizim proqramımızda nəğməli qonaqlarımızı arayıb axtaranlar bir məqsədlə arayıb axtarırlar. Onları ancaq toylar üçün, şənliklər üçün, gözəl ziyafətlər üçün, tədbirlər üçün, konsertlər üçün axtarırlar. Ona görə də telefonu yazın. Reyhan xanımın da telefonu qalsın sizin yaddaşınızda. Bəli, 050 ilə 316 51 08, yəni həyat yoldaşı işlədir də bu telefonu, deyim biləsiniz, Sabir müəllim işlədir. Deməli bizə, bax ilk SMS yazan 2580 nömrəsindən yazırlar, Almaniyadan yazırlar, salamlar göndərirlər, təşəkkür edirik Almaniyadan bizə yazan izləyicimizə. Ondan sonra yazırlar bizə 8601 Qubadan, Qonaqkənd qəsəbəsindən yazırlar. Lamiyə xanım, anar sənə də uğurlar arzuluyur mətbəxtə. Mənə təşəkkür edirlər ki, bu cür insanları dəvət eləmişsiniz proqramınıza. Mən sizin verilişinizi çox sevirəm, 0646 yazır, göndərir. Çox təəssüf Reyhan xanım, kəş ki əvvəldən efirlərdə olardınız. Bundan sonra tez-tez olacaq, narahat olmayın, boşluğu dolduracaq. Hər vaxtınız xeyir, necəsiniz? Mən sizin verilişinizi çox bəyənirəm, Moskvadan izləyirəm, neçə dəfə yazmışam, oxumamısınız məktubumu. Verilişi çox gözəl aparırsınız, qonaqlarınızı və bütün Azərbaycanı salamlayıram. Sizdən xahiş edirik, Reyhan xanımdan anam yadıma düşdü. 0330 nömrəsini qeyd edeyim. Keyfin alın necədir? Əladır, Naxçıvandan 8082 yazır. Təbrik edirik bərdəliləri 2500-dan yazırlar bizə. Zövq alıram, var olun. Bunu bizə kim yazır? Novorosiyskidən yazırlar. Zeynəb adlı izləyicimiz yazır. Zeynəb, təşəkkürlər. Biz hal-hazırda reklamlarımıza ayrılırıq. Reklamların ardınca elə Reyhan xanımın ifası ilə dönəcəyik. Əziz tamaşaçılarımız, Doğma kanalımızdan ayrılmayın. Bəli, əziz tamaşaçılarımız, sizə danışmaq istəyirəm. Rekord
teşekkürler Reyhan xanım. Deməli, əziz tamaşaçılarımız, nəyi sezdim Reyhan xanımda? Reyhan xanımda bir konsert oxumağı var. İndi şübhə eləmirəm, hamımız toylarda oluruq, el şənliklərində oluruq. Amma Reyhan xanımdan bilirsiniz nəyin qoxusu gəlir? Bu konsert oxuyanıdır. Bu efir oxuyanıdır. Müğənni var ki, indi biraz pis səslənməsin, efirimizdə çox qonaqlar olub da, belə ansamblından. Gələn kimi bilirsən ki, bu elə toy üçün doğulub. Bu toy üçün doğulub. Şübhəsiz, bütün müğənnilər toylardadır. Hamı toy, hamımız ev şənliklərində də varıq, konsertlərdə də varıq. Amma biri var, sən toyda olanda belə o insanların zövqünü bir başqa cür oxşayasan. Yəni, səhnə mədəniyyəti də belə deyək. Bunun adına elə səhnə mədəniyyəti deyirlər. O səhnə mədəniyyəti, o səhnə hərəkəti Reyhan xanımda o dəqiqə sezilir. Yəqin ki, bunu mütləq mənimdə. Alim bəy reklamlarda bir tamaşaçı zəng vurmuşdu. Adı neydi o tamaşaçının? Deməli, Xətai rayonundan Əkbər Dəvəçidən Kamal. Əkbər müəllim idi Xətai rayonundan. Deməli, Xətai rayonundan mənim şəxsi mobil telefonumu tapıb Əkbər müəllim yığmışdı. Dedim, mən hal-hazırda çox ağır bir xəstəyəm. Əslən Ağcabədi rayonundanam. İndi qurban, əlaqə yarada bilsəm, müəllimlə çox istəyərdim danışım efirdə. Dedi, kimyoterapiya alıram hal-hazırda, çox ağır bir xəstədir. Deyir, inanın ki, səsi eşitdim, deyir, elə canımda bir sızıltı eşitdim ki, elə bildim ki, sağaldım, deyir. Bax, belə bir vəziyyət. Mən ona buradan Allahdan şəfa diləyirəm. Elə hər birimiz arzulayaq ki, tez bir zamanda sağlığına qovuşsun. Çox sağ olsun. Onun sözünü mən bıraçaq. Elə həyəcanla danışırdı ki, müəllim. Tez mən alimə dedim ki, alim bunun adını yaz. Samir, bayaq qeyd elədi, Reyhan xanım konsert efir oxuyanıdır. Reyhan xanım kimi toy yaparan xanım müğənnilər azdır. Qarabağ bölgəsində bütöv toyu oxumaq canlı ansambla. Bu xanımın bugünə kimi bir fonoqramması yoxdur. Ən gözəl, ən dəyərli, səviyyəli toyları bugün Qarabağ bölgəsində Reyhan xanım, Bakıda, hər yerdə. Sadəcə olaraq bu xanımda efir mədəniyyəti daha gözəldir və kanalımıza, verilişə, milli mənəvi dəyərlərimizə hörməti sonsuz olduğuna görə o çərçivədən çıxmır. Bilir ki, bura efirdir, o biri yer toyxanadır. Çox təəssüflər ki, toyxanı ilə efiri səhv salırlar və bəzən elə aparıcılarımız olur ki, Reyhan xanımı verilişə dəvət eləyir, yanında elə bir səviyyəsiz müğənni otuzdurur ki, mən elə aparıcılara müraciət eləmək istəyirəm ki, Reyhan xanımı dəvət eləyəndə dərk eləyin ki, kimi dəvət eləyirsiniz və onun yanında kim otura bilər, ya otura bilməz. Bəli, indi qonağa görə də ona diqqət olmalıdır, bu şübhəsiz ki, belədir. Mən də bugün istəyərdim başqa qonaqlar, amma mən istədim ki, bugünkü proqramımız ancaq, qoy bu da bir tarixdə qalsın, qoy bu da bir yaddaşlarda qalsın, elə mənim də sənət həyatımda, Reyhan xanımın da sənət həyatında, bu belə qalsın ki, bizim bir günümüzdə, inşallah bu günlərimiz çox olsun sayı hesabı, amma elə bir günümüz Reyhan xanımla bərabər keçdi. Sən denən görüm Reyhan xanımın gəlişinə sən bu günləri, Reyhan xanım mətbəxlə aranız necədir? Babat? Sabir müəllimə mikrofonu verin bir dənə zəhmət olma. Ən yaxşı nəyi bişirirsiniz? Ən yaxşı nəyi bişirir Reyhan xanım? Allah verəndən nə gəlmiş? Respublikada müsabiqə keçirilirdi. Yağ kimi idi, nəydi, belə bir veriliş var idi. Orada Reyhan xanım birinci yerə çıxdı yemək pişirməkdə. Aha. Səmimi deyirəm. Amma sizin yanınızda birinci yerdədir, yoxsa üçüncü yerdədir yemək pişirməkdə? Həmişə birinci yerdə. Həmişə birinci yerdə. Bir xanım olar. Samir, çünki mən olmuşam. Yarpaq dolması, pomidor badımcan biber dolması, plov, doğğa, çığırtmanı Reyhan xanım kimi ikinci heç kim pişirə bilməz. Mən mütləq Bərdiyə gələndə inşallah gələndə gəlib dadacam onlardan. Anar, bugün sən nə hazırlayırsın? Deməli, hazırladığın yemək bu qaydadadır. Bax, siz də eləyin. Səbzili görməmişik. Siz vurğulayım. Dediniz ki, yəni gözəl vurğuladı ki, bütün yeməkləri bilir. Mən heç vaxt açıqlamamışam, amma burada açıqlayayım. Mən özüm Bərdəliyəm. Yəni bir tərəfimdə Qarabağlıdır. Həm Aran Qarabağım, həm Qarabağlıyam. Yəni Qarabağ mətbəxi də çox möhtəşəm olur. Həqiqətən möhtəşəm bir mətbəxdir. Özü dadından da ki, doymaq olmur. Mən o qədər bugün mənim üçün xoş oldu. O qədər Allah sizin səsinizə qüvvət versin. Allah sizi var eləsin. Həqiqətən o qədər fəxr elədim ki, öz yerimdən
Bugün sizlə qədər elə bir ki, müsbət bir enerji aldım. Yeməklər onda lap dadlı olar. Yeməklərin burada laf dadlı olar, anar. Həqiqətən. Bilseydim ki, mən dünən deməmişdim buna. Bilseydim, bugün burada plov olardı. Plov olardı, həqiqətən. Mən deyir ki, mənə niyə deməmsən Reyhan xanım buradadır. Bugün burada plov eləyərdik. Qarabağ mətbəxi. Sənlə Röyanı, Əminə xatunu aparacam Bərdiyə Reyhan xanımgilə. Və görərsən ki, orada plov necə pişirilir. Şığırtma necə pişirilir. Mən Röya, uşaqlarımsız Əminə getmirəm. xatun, sən, mən. Bu siyahını uzatmaq lazımdır. Hamı deyir biz də gedirik. Problem Tamam gedək. yoxdur. Demək, bizim mətbəximizdə Reyhan xanımın gəlişinə bu günləri səbzili, göbələkli səbzi. Belə bir maraqlı yeməyimiz var. Yeməyimiz də bax bu qaydadadır. Hazırlamaq istəyənlər buyursunlar, hazırlasınlar. Hazırlamaq istəyənlər buyursunlar, hazırlasınlar. Bəli, Məhəmməddən ifamız olacaq. Məhəmməd sən hazırlaş. Yerinizi istəyirsiniz dəyişin. Ata gəlsin olsun həyat nişanlısının yanında. Biz Məhəmməddən bir ifa təqdim edəcəyik. Amma bax bu məqamda istəyirəm telefon nömrəsini xatırladım. Deməli Reyhan xanımla əlaqə saxlamaq istəyənlər, elə bu ansamblımızdan əlaqə saxlamaq istəyənlər 050 ilə 316 5108 nömrəsi ilə əlaqə saxlasınlar. 050 ilə 316 5108 nömrəsi ilə bax bu gözəl ansamblımızdan əlaqəni bu şəkildə saxlayırsınız. Məhəmməd bircə dəqiqəliyə hazırlaşsın. Mənim Rostovdan bir SMS-im var. Rizvan yazır. Samir, hər birinizi salamlayırıq. Rostovdan yazırıq sizə. Çox bəyənirik Reyhan xanımın ifalarını. Sonra 0180 yazır. Samir qardaş, sənin Naxçıvandan Vasifdir narahat edən. Samir, sən çox gözəl insansan. Nə olar bir gün dəvət eləyərəm onları da Reyhan xanıma uğurlar tez-tez efirdə görsənsin. Çalışacağıq ki, bundan sonra Reyhan xanım tez-tez efirlərimizdə görsənsin. Dağıstandan Kəmalə xanım yazır, mənə nə yazır? Qonaqlarıma salamlar. Mümkündürsə Reyhan xanımdan anam yadıma düşdü, səsləndirin. Qürbət eldə, qürbət ölkədə qulaq alsaq. Tərtərdən Günlarımız yazır bizə, Günlarımıza salamlar. Füzuli rayonundan 1535 nömrəsindən salamlar var. Sonra nə yazırlar? Qürbətdəkilər üçün bir mahnı səsləndirin Reyhan xanımın ifasında. Samir, biz həqiqətən də bu xanıma vurulduq. Belə səsini Almaniyadan yazırlar, göndərirlər. Daha bir SMS-imiz gəlir. Ptigorsk şəhərindən yazırlar. Qonaqlarımıza salamlar 3848. Reyhan xanımın əlaqə nömrəsini soruşanlar var. Həmişə işiniz ümumiyyətlə bu musiqiçilərə düşsün. Yazın telefonunu 050 ilə 316 5108 050 ilə 316 5108. Gülafət xanım, Allah həyat yoldaşınıza şəfa versin. Mənə yazır Gülafət xanım. Yozqartdan yazır, Türkiyədən yazır bizə Yozqartdan. Uğurlar arzuluyur. Nə gözəl Reyhan xanım deyir, bizim cavanlığımızın müğənnisidir. Sabir kişi qoymayıb da cavanlığımızın müğənnisi qalsın orada. Bərdədən... Sabir müəllimə bu qədər çox belə toxunursa, mən çox xahiş edirəm. O dəfə Əminə xatuna toxunurdu. Sabir müəllim olmasaydı, bu gün Reyhan xanım burada ola bilərdi mi? Yox, ola bilməzdi. Və Reyhan xanımın da ailəsinə, qardaşlarına, burada salamlarımı göndərəm. Məşədi Yaşar və o biri Əlizaminə salamlarımı göndərəm. Digər bir qardaşı da Seyid Əhməd orada əyləşib, bizə kənardan baxır. Salamlayırıq hər birini. Göranboydan, yox, daha doğrusu Rostovdan Göranboy kafesindən Gülbəniz xanım yazır ki, hamı əyləşib, bu dəqiqə sizə baxır. Mən Göranboydanam, ona görə. 1961. 18-29 bizə təşəkkür edir. Rizvan yazır, bizə göndərir. Yine Rostovdan. Məhəmməd buyur. Çünki sənin ifandan sonra biz reklamlara ayrılacaq. Ona görə də işlək səni.
Vallahi mən bilirəm ki, bu dəqiqə efir qarşısında əyləşən tamaşaçıların hər biri səni alqışlayırlar. Həqiqətən alqışa layiq bir gəncimizsən. Sən hələ gələcəyin qarşıda artıq sən indidən sözü deyə gedirsən. Reklamlarımızın vaxtı zamanında əziz tamaşaçılarımız reklamlara ayrılırıq. Reklamlardan sonra şübhəsiz ki, bərabərliyimiz elə bax bu ab havada da davam eləyəcək. Doğma kanaldan ayrılmayın.